Sürətlər qutusu Toyota şirkətlər qrupuna daxil ASIM şirkətinin quraşdırılır. Toyota avtomobillərindən başqa Peugeot, Citroen, Volvo, Hyundai və eləcə də BMW-nin qabaq ötürücülü avtomobillərinə həmin avtomobillərdə BMW-nin mühərriki 450 Nm fırlanma hasil edir. Odur ki, burada 250-dir fırlanmanı. Yəni bu sürətlər qutusuna heç zaman yükə sala bilmərsiniz. Burada sürətlər qutusu deyirlər, avtomobilin nə qədər yaşı varsa sürətlər qutusu xidmət edəcək. Askı barədə nə demək lazımdır? Qarşıda McPherson, arxada çox qollu askı. Torres 2 variantda təklif olunur. Onun tam ötürücülüyü. Mən seçmişəm qabaq ötürücülüsünü. Amma buna baxmayaraq, yüksək clearance sayəsində, baxın, yüngül yolsuzluğu keçə bilir Torres. Yəni ki, bağda, çimərlikdə, yüngül dağda, dərədə, heç bir yerdə neynim deməz bu avtomobil. Rahatca aktiv istirahət üçün istifadə edə bilərsiniz.